Deməli, ali bitkilərdə yarpaqların müxtəlif formalı olmasının hansı elm sahəsində öyrənilir? Burada sadəcə olaraq müxtəlif formalı olması, xarici quruluşunu verir bizə və xarici quruluşunu verdiyinə görə də deməli, doğru cavab kimi olur hansı elm? Morfologiya elmi. Yəni, doğru cavab burada olur, D variantı morfologiya olacaqdır. İkinci sualımıza baxaq indi. İkinci sual, yarpaqların hazırladığı üzvü maddələr kökə doğru gövdənin hansı hissələri ilə axır? Bilirik ki, kökə doğru axanda üzvü maddələr floema boruları ilə hərəkət edir. Floema boruları hərəkət etdiyinə görə də doğru cavab kimi buradan C variantını götürəcəyik. Keçək üçüncü sualımıza. Üçüncü sualda hansı heyvanın xarici skeleti yoxdur deyir. Buğumayaqlarda xarici skelet var. Ona görə bunları saymayacaqsınız. Foraminiferlərdə çanaqlı əmöblər göstərəcək var. Başı xor dalların ümumiyyətlə bunların xarici skeleti yoxdur. Düz daxili skeletləri vardır. Ona görə doğru cavab bunu götürür. Xərçənglərin də xarici skeleti var. Həşəratların da var. Ona görə doğru cavab buradan C variantı götürmüş olur. Keçək üçüncü sualı, dördüncü suala keçək. Hansı aləmin nümayəndələrində çox hüceyrə təsadüf olunmur? Bilirik ki, bir tək yalnız bakteriyalarda nə vardır? Bütün nümayəndələri bir hüceyrədən ibarətdir və bütün nümayəndələr də prokaryotdur. Ona görə doğru cavab kimi buradan bakteriyaları götürürsünüz. Növbəti 5-ci sualımıza baxaq. 5-ci sualda isə şagird təcrübə üçün bitki və əhəngli su yerləşdirdikdən sonra ağzını bağlamış və qaranlığa qoymuşdur. Zaten qaranlığa qoyubdur. Sonra müəyyən vaxt keçdikdən sonra əhəngli suyun bulandığı aydın olunmuşdur. Bu zaman onların öyrəndikləri proses və istifadə etdikləri tədqiqat üsullarını müəyyən edin. Əgər qaranlığa qoyubsa fotosintezi öyrənə bilməz. Nə öyrənəcəkdir? Tənəffüs prosesini öyrənəcəkdir. Ona görə tənəffüsdür və təcrübə ilə də bunu apardığına görə doğru cavab deməli tənəffüs prosesi və müşahidə eksperiment olaraq da buradan bunu deyəcəksiniz. Keçək növbəti 6-cı sualımıza. Uyğunluğu müəyyən edin. Tropizm nədir? Tropizm ümumiyyətcə bir taksis var, bir də refleks var. Xarici qızğa qarşı bir hüceyrəli heyvanın yer dəyişməsi. Bir hüceyrəli heyvanın yer dəyişməsi bu taksisdir. Əgər yer dəyişirsə taksisdir. Yox, yerində durub sadəcə qızğa məsələn küstüm otu bitkisində kimi cavab verirsə, ona görə bunu yazıram A-nı bura. Xarici təsirlərə qarşı orqanizmin istiqamətlənmiş yer dəyişməsi. Bu da yenə taksisə aiddir. B-ni də yazacağım bura. Xarici amillərə qarşı bitkinin müəyyən hissəsini, dedim ki, müəyyən hissəsindən danışırsa əgər, bu olacaqdır deməli tropizm. Çox hüceyrəli heyvanlarda qızğa cavab, çox hüceyrəli heyvanda artıq sinir var. Sinir də varsa bu nə sayılır? Bu da refleks sayılacaqdır. Ona görə D-ni də yazacağıq burada. Deməli 1C, 2A, B, 3C, D bənd olur. Yəni doğru cavabımız buradan A variantı olacaqdır. Keçək 7-ci sualımıza. 7-də 35 timinli nukleitdə malik DNT molekullarının reduplikasiyası baş vermişdir. Replikasiya zamanı alınan molekullarda cəmi neçə adenin nukleitdə iştirak etmişdir. Deməli, belə edirik. Buradan bunun özünün 35 dənə timini var. O deməkdir ki, 35 dənə də adeni var. Bu ikiləşdi. İkiləşən kimi təbii ki, 2 dənə molekul əmələ gətirir. Yenə hər birində 35 timin, 35 dənə adenin, yenə 35 dənə timin və 35 dənə də adenin olur. Bizdən də adenini soruşur. 35 adenin, 35 adenin toplayırıq. 70 dənə adenin edir. Doğru cavabımız buradan B variantı olacaqdır. Keçək 8-ci sualımıza. 8-də hüceyrənin meyoz bölünməsi zamanı sona qədər davam edən proseslərdə xromosomlara birləşən bölmə vətərənin minimum sayın cəmi 60 olmuşdur dedik. Baxın, birinci bölünmədə hər hüceyrəyə bir dənə bölünmə vətəri birləşir. Meyozun birinci bölünməsində. Yəni, orada xromosom dəsti 2N-dir. 2N qədər də bölünmə vətəri olmuş olur. Üstə gəlinsin. İkinci bölünməyə gəlir. 2 hüceyrə əmələ gəldi və xromosom dəsti orada nədir? Hər birində N2C, N2C və N2C, N-in də hərəsində 2 dənə bölünmə vətəri birləşir. Yəni, birinə 2N qədər bölünmə vətəri birləşir. Birinə, o birisi hüceyrədə 2N qədər bölünmə vətəri birləşəcək. Bu da elədir 4N. Bərabərdir, toplam 6N. Bunların da cəmi bərabər neçəyə? Cəmi bərabərdir 60-a. N də buradan bərabərdir 10-a. Soruşur indi, somatik hüceyrəsinin, bu diploid orqanizmin somatik hüceyrələrin xromosom yığımı nəyə bərabər? Somatik hüceyrəsi diploid olduğuna görə o da bərabərdir 20-yə. Ona görə doğru cavab 2N bərabərdir 20, yəni A variantı eləmiş olur. Keçək 9-cu sualımıza baxacaq indi. Eyni yumurta əkizlərinin
sayı 3 olarsa, bu minimum neçə blastomerin olduğu mərhələdə yarana bilər. Eyni yumurta əkizləri minimum deyilsə, baxın, birinci zigot bölünür blastomerlərə, 2 dənə blastomer əmələ gəlir. Sonra bu da bölünür, 4 blastomer əmələ gəlir. Yəni 4 blastomerin içində zaten 3'ü, bunlardan 4'ündən tutaq ki 1, 2 və belə 3 dənə eyni yumurta əkizi başlanğıc götürə bilər. Ona görə minimum neçə blastomer deyilsə 4 götürür. Cavab C variantı olmuş olur. Keçək 10-cu sualımıza. 10-cu suala baxdıqda isə burada bizə deməli qan damar sistemi verilibdir. Bu qan damar sisteminə baxıram. Bu qan damar sistemində burada qarışıq qan çıxır. Bu sürünənlərə aiddir. Burada isə çıxır və sağa doğru meyl eləyir. Bu quşlara aiddir. Bu isə məməlilərə aiddir. Onun sinif kitabının dərsində bu şəkil verilir. Cavabını özləri yanlış veribdir, o öz yerində. Onu düşünmürəm. Yəni burada məncə səhv eləmirəmsə cavab deyəsən başqa birisinin 2 insan veriblər. 2 insana aid deyil, 2 quşa aiddir. Və burada doğru cavab nə olmalıdır? 3 məməlilərə aid olmalıdır. Doğru cavab budur. 3 şimpanze. Mən bu şəkildə düşünürəm. Çünki onun sinif dərsliyinə əsasən deyə bu cavabı verirəm sizə. Keçək növbəti sualımıza. Növbəti sualımız epifizin hazırladığı hormon hədəf orqanına çatana qədər keçdiyi yolun düzgün ardıcılığını müəyyən edin. Deməli, təbii ki, hazırlanandan sonra hormon vəzdən keçəcək kapilyarlara. Kapilyardan sonra keçir venaya. Venadan sonra gələcəkdir deməli sağ qulaqçığımıza, oradan sağ mədəciyə, sağ mədədən çıxacaq ağciyər arteriyasından gedəcək ağciyərlərə, ağciyərdən sonra qayıdacaq gələcək ürəyin, insan ürəyinin sol qulaqçı, sol mədəcinə və böyük qan dövrəninə gedəcək. Ona görə doğru cavab kimi mən burada A variantı olaraq götürəcəm. Keçdik 12-ci sualımıza baxaq. 12. İnsan orqanında daha çox bədən boşluğunda yerləşən orqanlar sisteminə aid olan orqan hansıdır? Böyrək ifadə sisteminə aiddir, daha çox bədən boşluğunda deyil. Zaten bu cəmi 2 dənə bədən boşluğuna yerləşir. Toxumluq da eyni qayda cinsiyyət sisteminə aiddir. Bir dənə tutaq ki, ancaq çanaq boşluğunda yerləşdirək cinsiyyət sisteminə aid olan toxumluğun özü yox, o sistemə aid olan orqanlar. Sonra yumurtalıq da çanaq boşluğundadır. Ağciyərlər tənəffüs sisteminə aiddir. Bu da sadəcə olaraq döş boşluğunda yerləşəcək və dili götürəcəm. Çünki nəyə görə dili götürəm? Aiddir nəyə? Dil. Dil aiddir həzm sisteminə və həzm sisteminə aid olsun. Həzm sistemi də yerləşəcəkdir həm deməli ağız boşluğu, döş boşluğu, qarın boşluğu və çanaq boşluğuna yerləşir. Doğru cavab buradan C variantı olaraq götürəcəyik. 13-cü suala baxıram indi. 13. Çiyin quşağı sümüklərinin sayı ən çox olan şimpanzenin çiyin quşağına 2 kürək, 2 körpücük, cəmi 4 dənə sümük aiddir. Qurbağada 2 kürək, 2 qarğa, 2 körpücük, 1 dənə döş sümüyü, 7 sümük aiddir. İnsanda 4 sümük aiddir. Yarasada 4 sümük aiddir. Göyərçində isə 6 sümük. Demək, burada ən çox olan qurbağadır. Yəni cavab B variantı olmuş olur. 14-cü suala baxalım. 14-cü sual. Protozozlara aiddir. Protozoz nədir? Protozoz bir hüceyrələrin törətdiyi xəstəlikdir. Və burada da bizə verilir təbii ki, basil bakteriyalara aiddir, askarit qurtlara aiddir, echinokok qurtlara aiddir, qotuluq gənəsi, bu da aid olacaq buğum ayaqlara, lamber isə bir hüceyrələrin törətdiyi xəstəlikdir. Ona görə cavab burada A variantı olur. 15-ci suala baxacağıq indi. 15. Hansı orqanizmlərdə digər canlılarda rast gəlinməyən qidalanma tipinə rast gəlinir? Ümumiyyətcə, yeganə qidalanma tipi xemosintezdir ki, o yalnız bakteriyalara xasdır. Biz də burada xemosintezi götürəcəyik. O da doğru cavab kimi bakteriyalar, yəni B variantı olacaq. 16-cı sualımıza baxaq. 16. Hansı orqanlar sisteminə aid olan qarın boşluğunda təsadüf edilmirdir? Məsələn, buradan biz baxırıq, qan damar qarın boşluğunda var. Həzm sistemi qarın boşluğunda var. İfraza sistemi var, sinir zaten hər yerdə var. Amma tənəffüs sistemi isə qarın boşluğunda yoxdur. Ona görə cavab A variantı olaraq götürəcəyik. 17-ci sual. Ürəyin 1 saniyə sikli şəraitində əgər 512 tənəffüs hərəkəti baş veribsə, qulaqcıqların sistolası nə qədər vaxt sərf olunmuşdur deyirsiniz. Baxın, mən 60 saniyə ərzində 16 tənəffüs hərəkəti edirəm. Əgər burada da 16 tənəffüs hərəkət edirəmsə 1 dəqiqə ərzində deməkdir, yəni bu. İndi baxaq görək. 512 tənəffüs hərəkətini neçə saniyə ərzində edərəm. O zaman 60'ı vururam 512'ye, bölürəm 16'ya. Bərabər düşdü, x buradan 1920. Yəni 1920
20 saniyə ərzində 512 tənəffüs hərəkəti etmişəm. Deyir ki, qulaqcıqların sistolası nə qədər vaxt sərf olunur? Əgər 0,8 saniyə ərzində qulaqcıqlarımın sistolasına 0,1 saniyə vaxt sərf olunurdusa, o zaman 1920-də x-dir. Vuracam 0,1-ə, böləcəm 0,8-ə. Bərabərdir x-də buradan 240 saniyə. 240 saniyədə zaten nə deməkdir? 4 dəqiqə deməkdir. Ona görə cavab A variantı olmuş olur. Keçək 18-ci sualımıza. Sual 18. Parasimpatik sinirlər artırır. Baxırsınız suala buradan. Qan təzyiqini, deməli, parasimpatik sinirlər azaldır, artırmır. Qan axma sürətini azaldır. Skelet əzələrinin qanla təchizatını, bu da azaldır. Şəkərin miqdarını qanda azaldır. Amma həzm şeylərinin ifrazını artırır. Demək demişdik, parasimpatik sinirlər həzm sistemin işini gücləndirir. Ona görə cavab buradan Y variantı olaraq götürəcəyik. Sual 19. Boğumayaqlara aid hansı fikir səhvdir? Qan toxuma mayeəsi ilə qarışır. Bəli, bunu deyə bilərsiniz. Çünki açıq qanlama sistemi deyə qarışır. Zəhərli vəznə malik nümayəndələri var. Bəli, hörümçək var, əqrəb var. Bunu deyəcəksiniz. İfrazat orqanları başda yerləşə bilməz. Bu fikir səhvdir. Çünki çay xərçəngdə yaşıl vəzlər başda yerləşir deyə bunu götürəcəm. Digərinə baxırıq. Üç növ tənəffüs orqanı təsadüf olunur. Xərçəngdə qəlsəmə var. Hörümçəklərdə görsəz ağciyədə var, traxeyada var. Ona görə bu fikir də doğru fikirdir. İnkişaflar düzünə və dolayı yolla gedə bilir. Məsələn, cücülərdə inkişaf dolayı yolla gedir. Xasta hörümçəkdə inkişaf demək düzünə gedir. Ona görə də bu fikir də doğru fikirdir. 19-da cavab edir C variantı. 20-ci suala baxaq. İndi əgər canlılara tumurcuqlama yolu ilə çoxalma baş verirsə, onda bu canlılar avtomatik olaraq ağlımız gedir deməli. Məsələn, hidranı deyə bilərsiniz tumurcuqlanma ilə, maya göbələyini deyə bilərsiniz. Maya göbələyi bir hüceyrəli göbələkdir. Hidrada çox hüceyrəli heyvandır. Ona görə bir hüceyrəli göbələk, çox hüceyrəli heyvan. Yəni, buradan B variantını 20-də götürə bilərəm. 21-ci suala baxacağıq. 21. Canlıların neçəsində hərəkət orqanı var? Qaranquşun hərəkət orqanı var. Yarasanın hərəkət orqanı var. Yaşıl evqlena orqan deyə bilmərik, qamçıdır. Orqanoiddir, orqan deyil. Ona görə bunu tam saymıram. Xlamidamana da qamçıdır, bunu da saymayacağım. Kələm kəpənəyi var, götürəcəm. Zaten hərəkət orqanları. Koramalın da hərəkət orqanı yoxdur, saymayacağım. Ördək burnunda var. Ona görə cavab 4 eləyir. Yəni, buradan A variantını götürəcəyik. 22-ci suala baxaq. 22. Hansı xromosom mutasiyası deyil? Sahənin qeyri-homologi xromosomda yerləşməsi xromosom mutasiyasıdır. Sahənin ikiləşməsi xromosom mutasiyasıdır. Çatışmazlığı xromosomdur. 180 dərəcə çevirməsi xromosomdur. Xromosom sayının azalması və ya artması genom mutasiyaydı. Ona görə cavab buradan Y variantını götürəcəyik. 23-cü suala baxaq. Verilmiş variasiya sırasında əlamətin orta qiyməti neçədir soruşur bizə. Gəlin bunun orta qiymət tapaq. Elə dəstəyimizdəki olan eynidir. Hesablamışdım mən orada bir dəfə. Təxminən 6,5 bu şəkildə bir şey düşmüşdü. Necə hesablayacağıq? Deməli, n bərabərdir. Cəm işarəsi P vurulsun V-yə, bölünsün N-ə. Bu da bərabərdir. Nə edirik? 3-ü vurursunuz 3-ə, eləyir 9. Üstə gəlinsin 4-ü vurursunuz 7-yə, eləyir 28. Üstə gəlinsin 5-i vururam 15-ə, 5-i də 15-ə, 75. Bu şəkildə davam edəcəksiniz və nəhayət sonda bölürük altdakılara. 3 üstə gəl 7, üstə gəl 15, üstə gəl 25, üstə gəl 23, üstə gəl 13, üstə gəl 9 və üstə gəlsin 5. Bu da təxminən 100 eləyəcəkdir burada. Biz də bunu böldüyümüz zaman cavab altdan %58 eləyəcək. Yəni buradan C variantı olur. Keçək növbəti sualımıza. Yəni 24-cü sual. Mitoz bölünmə nəticəsində yaranır. Qıcının qametləri. Qıcının qametləri protalın üzərində əmələ gəlir. Protal haploiddir, qamet də haploiddir. Ona görə bu mitozla yaranacaqdır. Quş mamının sporları. Quş mamının qutucuğu diploiddir, spor da haploiddir, meyozla yaranır. Bunu götürmürəm. Qatırquyruğunun yarpaq hüceyrələri. Yarpaq hüceyrələri yetkin fərdin özü diploiddir. Yarpaq hüceyrədə təbii ki mitoz nəticəsində yaranır. O da diploiddir. Bu da mitozdur. Planın sporları. Planın sporları, planın özü diploiddir, sporları isə haploiddir, meyozla yaranır. Bunu götürməyəcəm. Sfagnumun sporları qutucuğun içərisində
əmələ gəlir. Qutucuq 2N'dir, spor isə N'dir. Bunu da götürməyəcəm. Quş mamırının ayaqcıq hüceyrələri zigotdan əmələ gəlir. Zigot diploiddir, ayaqcıq hüceyrə diploiddir. Burada da mitoz bölünmə var. Bunu götürəcəm. Qıcının protal hüceyrələri deməli spordan inkişaf edir. Spor haploiddir, protal hüceyrələr də haploiddir. Bu da mitozdan əmələ gəlir, mitozdan yaranır göstərəcəm. Deməli 1, 3, 6 və 7. Doğru cavabımız D variantı olmuş olur burada da. Keçək 25-ci suala. 25. Diheterozigot ətirli noxud bitkilərinin çarpazlaşması zamanı AB tipli qametlər məhv olarsa, alınan birinci nəsildə çiçəklərin rənginə görə neçə fenotip, neçə genotip alınır? Zaten neçə fenotip alınır deyəndə, onsuz da alınan fenotip sayı burada 2'dir. Çünki bir ağ alınırdı ətirli, bir də nə alınırdı? Qırmızı alınırdı. Alınan fenotip sayı 2'dir. Bu verir diheterozigotdur. A, B qameti, böyük A, kiçik B qameti, kiçik A, böyük B qameti və kiçik A, kiçik B qameti. Bu da eyni şeyi verir bizə. A, B qameti, böyük A, kiçik B qameti, kiçik A, böyük B və bir də kiçik A, kiçik B-ni verdi. Bu öldü. Bu da öldü. Ona görə burada heç nə yoxdur. Bunlar məhv olublar zaten. Demək ki, bunlar da məhv olublar. Belə. Bizdən də fenotip sayı soruş. Deyirdim kimi, fenotip zaten 2'dir. Amma genotip sayına baxanda neçə növ genotip soruşur bizdən alınır. Neçə genotip alınır daha doğrusu. Genotip alınır deyilsə, qeyri-allergenlərin qarşı təsiri mövcuddur. Baxıram. Böyük A, kiçik B, kiçik B. Ondan sonra böyük A, kiçik A, böyük B, kiçik B. Böyük A, kiçik A, kiçik B, kiçik B. Böyük A, kiçik A, böyük B, kiçik B. Kiçik A, kiçik A, böyük B, böyük B. Kiçik A, kiçik A, böyük B, kiçik B. Sonra buradan da böyük A, kiçik A, kiçik B, kiçik B. Kiçik A, kiçik A, böyük B, kiçik B. Və kiçik A, kiçik A, kiçik B, kiçik B. Əslində bunu qısa gedə bilərdim. Sadəcə izah üçün sizə demiş oldum. Baxağın, bax. Bunlar bir növ. Sonra bunlar iki növ. Ondan sonra bunlar 3 növ. Bu 4 növ, 5 növ və 6 növ olaraq. Deməli, 2 növ fenotip var. Qırmızı və ağ. Cəmi 6 növdə genotip var. Doğru cavab A variantı olmuş olur. 26-cı suala baxaq. 26. Hansı cinsiyyət xromosomlarına malik qametlərin birləşməsi zamanı Klinefelter sindromu insanlar yarana bilər? Klinefelterlər XXY-dir. Ona görə baxırsınız, hansı ola bilər? XXY. Ona cavab buradan C variantı olacaqdır deyirsiniz. 27-ci suala baxacağıq. Neçə fenotip, neçə genotip alınır? Genlər ilişiklidir, dominantlıq tamdır, ilişiklik pozulmamışdır. Yaxşı olardı ki, bunu çubuq üzərində göstərsəydi, daha yaxşı olardı. Bir də cavabı səhv eləmirəmsə səhv gedibdi imtahanda. İndi biz baxalım. Buradan yazırıq böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Bir də buradan yazacaqsınız. Deməli, böyük A, kiçik A, böyük B, kiçik B və böyük C, kiçik C. Ümumiyyətcə, genlər ilişiklidir, dominantlıq tamdır. İlişiklik pozulmamışdır. Belə olduğu halda sadəcə mən ikisi də eyni deyə bir dənə bunu göstərsəm mənə kifayət eləyər. Monohibrid çarpazlaşma kimi apararam bunu. Monohibrid çarpazlaşma kimi də aparanda böyük A, kiçik A çarpazlaşır. Böyük A, kiçik A ilə alınır. Böyük A, böyük A, böyük A, kiçik A, böyük A, kiçik A və kiçik A, kiçik A. Deməli, 1, 2, 3. Genotip müxtəlifliyi 3'dür. Amma fenotip müxtəlifliyi 1, 2'dir. Deməli, bizdən birinci nəyi soruşur? Fenotip. 2 fenotip, 3 genotip. Doğru cavab B variantı olmuş olur burada da. Keçdik 28-ci suala. Hansı sümük və ya sümüklərin sınması zamanı şina qoyulmaz? Şina ətrafları sınanda qoyulur. Burada döş sümüyünə şina qoyulmur. Doğru cavabımız Y variantı olmuş olur. 29-cu sual. Cədvəl əsasən X-i hesablayın. Nisbi molekul kütləsi DNT-nin 450 mindir. 450 mini bölürəm 300'ə, bəli. 300'ə bölürəm. Bunlar getdi. X də buradan bərabərdir 1500. 1500 dənə nukleotidim var. Hidrogen rabitən 1700'dür. Hidrogen rabitəsi bərabərdir ümumi nukleotit sayı üstəgəl sitozin sayı. Düsturu yəqin ki xatırlayırsınız.
O zaman 1700-dən, yəni hidrogen rabitəsindən ümumi nükleidləri çıxacam, bərabərdir. 1500 ümumi nükleid deməkdir. Çıxıram, bərabərdir, elədi 200. Deməli, mənim 200 dənə sitozinim var, 200 dənə də guaninim var. Adenini soruşur. Ümumi 1500 nükleidin var idi. 1500 nükleiddən 200 guanin, 200 sitozindir, 400 çıxıram. Yerdə qalır 1100. 1100-ü də böləndə 2-yə, bunu da bölürəm. 2-yə bərabərdir 550. 550 də bizim eləyəcəkdir. Burada sadəcə olaraq adeninin və 550-dən də timinin cəmi. Ona görə doğru cavabımız 550-dir. Yəni burada doğru cavabımıza baxacam. Bu da Y variantında 550 cavabı bizə verilibdir. 550. Növbəti sualımıza baxaq indi. Seleksiyaçı aid olduğu diploid xromosom yığımına malik sortda toxumun endosperm hüceyrəsinin mitoz yolla bölünməsi zamanı anafaz əməlinin sonunda. Endosperm triploiddir, 3N'dir. Anafazanın sonu deyilsə, deməli olub 6N. 6N bərabərdir 48-ə. Əgər 6N 48-ə bərabərsə, bitkinin kök hüceyrələrinin nüvəsində, kök hüceyrəsi də 2N-ə bərabərdir. Zaten 6N 48 ise N'ə bərabərdir, 8-ə bərabərdir, 2N də bərabərdir 16-ya. Ona görə doğru cavabımız A variantı olaraq işarə edəcəyik. 31-ci sual. Virusların törətdiyi xəstəlikləri seçin. Törətmədiyi xəstəlikləri seçin. Tamam, taun. Bəli, taunu viruslar törətmir. Bunu götürdüm. Qızılcanı törədirlər. Təbii çiçəyi törədirlər. Vəbanı törətmirlər. Difteriyanı törətmirlər. Eksema, dərinin quruması bunlarda var, törədirlər. Quduzluğu da törədirlər. Skarlatinanı törətmirlər. O zaman 1, 4, 5 və 8 cavabı olacaqdır deyəcəksiniz. Keçək növbəti sualımıza. Eyni miqdarda götürülmüş noxud, qarğıdalı və darı toxumları maksimum su udduqdan sonra çəkiləri 45 kiloqram olmuşdur. Deməli, hər birini 95 kiloqram olmuşdur. Hər birini X götürürəm. X, X, X. Toplam özlərinin kütləsi zaten 3X-ə bərabərdir. Üstə gəlinsin. Noxud öz çəkisi qədər, qarğıdalı öz çəkisinin yarısı qədər, darı isə öz çəkisinin 1/4 qədər sudur. Yəni, ümumi 4 %75 X-ə bərabərdir. Bu da bərabər eləyir 95-ə. X də buradan bərabərdir. Gəlin 95-i bölək 4/75-ə. 95 böl 4/75, o da bərabərdir 20. X bərabərdir 20-yə. Hər birinin quru kütləsi 20-dir. Mən də bunu soruşurum. Quru darı toxumanın çəkisi nə qədər olar? Bu da 20 olmuş olar deyəcəyik. 32-ci sual bitdi. Keçək indi növbəti sualımıza. 33-cü sual. Mezoy erasında baş vermiş aramorfozları seçin. 2 qat mayalanma burada baş veribdir. Bu aydın məsələdir. Spermilər yox. Bu çırpaq toxumada əmələ gəldiyinə görə bunu götürəcəksiniz paleozoya. Yenə eyni qaydada. Məməllər mezoydadır. Əsl quşların yaranması mezoydadır. Dişiciyin yaranması örtü toxumlarla eynidir. Haplot endospermdə bu da paleozoydadır. Deməli 1, 4, 5 və 6. Doğru cavabımız B variantı eləyir. 34-cü sualımıza keçək. 34. Düzgün fikri seçin deyir bizə. Canlı verib. Birinci, dərisində heç bir vəzi yoxdur. Əgər çəngəl sümüyü varsa, bu quşdur, onun da dərisində büzdün vəzisi var. Ona görə bu sual doğru deyil. Suda yaşaya bilməz. İkinci, süd vəzisi var. Məsələn, mən balina götürərəm. Suda yaşaya bilir. Bu da yanlış fikirdir. 3, onurğaya malik ola bilməz. Niyə olmur ki? Süd vəzisi yoxdur, çəngəl sümüyü yox deyə onurğası ola bilməz. Məsələn, ilan, nə süd vəzisi var, nə çəngəl sümüyü var. Amma aid ola bilər. Bunu da götürəcəm. 1, 2, 3 eyni tipin nümayəndələri ola bilər. Bəli, üçün də mən xordallar tipinə aid eləyə bilərəm. Ona görə doğru cavab, deməli bunu götürəcəm. Amma 1, 2, 3 eyni biogesenozda rast gəlməz, rast gəlinə bilər bunlarda. Deyəcəksiniz. Bu belənsinə. Cavab oldu D variantı. Baxaq növbəti sualımıza. Meşə yanğınlarının baş verməsi canlıların sayına böyük təsir edir. Bunun qarşısını almaq üçün hansı işlərin görülməsi daha məqsədə uyğun hesab olunar?
Meşələrə girişin qadağan olunması bu mümkün deyil zaten. Qadağan elə bilməzsiniz. Yanğın söndürmə texnikalarının və briqadan sayının artırılması bu da bizim çıxış yolumuz deyil. Yalnız meşə döşənəyinin meşələrdən təmizlənməsi yox, amma insan arasında tədqiqat apara bilərik də, yəni bunun bizə ziyan olduğunu və s. deyə bilərik. Ona görə cavabı burada bəli. Deməli D variantı kimi götürə bilərsiniz 35-də. Keçək 36-cı suala. Həm produsent, həm də konsument ola bilər. Bəli, milçək tutanı deyə bilərsiniz. Həşəratla qidalandığı zaman konsument olur, həm də üzüm maddə hazırlayır deyə. Özü də buradan deməli produsent ola bilər. Cavab C variantı götürəcəksiniz. 37-ci suala baxaq. Antropogenə qədər olmamışdır. Yəni insan yararına qədər olmamışdır. Həşərat tozlanma olmuşdur. Mutasiya zaten arxaydan başlayır, olmuşdur. Düşüncəli fəaliyyət məməlilərdən başlayır. Mezoida olmuşdur. Dişlərin ixtisaslaşması da olmuşdur. Çənaltı çıxıntı nitq yarından sonra olub və insanda yaranıbdır. Ona görə də bu antropogenə qədər olmamışdır. Antropogenda olubdur. 38-ci sualımıza baxırıq. Euler-Venn diaqramının yerinə yazmaq olar deyirik. Baxaq. Nuklein turşusu. Bəli, virusunda ikisində nuklein turşusu ola bilir. Biri yazdım. Xlorofil xeyr, virusda xlorofil yoxdur. Zülal, ikisində də zülal var. Üçü də yazıram. Lizosom yoxdur, vakol yoxdur. Ona görə 1-3 götürəcəyik. Cavabımız buradan C variantı olacaq. 39-cu sual. Aramorfozdur. Yəni, baxarsınız, köstəbəyin gözünün funksiyasının azalması xeyr, bu deyil. Məmələrin suda yaşamaya uyğunlaşma adaptasiyada deyil. Yarasan uçma qabiliyyəti uyğunlaşmadır. Zooskatın bədənin yaslaşması uyğunlaşmadır. Amma çiçəyin yaranması, yeni bir orqan yaranıbsa, bu artıq aramorfozdur. Cavab A variantı olur. 40-cı suala baxırıq. Çiyələk bitkisinin toxumun endosperm hüceyrədə cinsi xromosomda X, Y ola bilərmi? Əlbəttə ola bilər. Çiyələkdə dişi heterogametdir. Dişi heterogametdir. Zaten X, Y olur. Meyoz bölünmə nəticəsində X, X və Y yaranır. Bunun 3 dənəsi məhv olur, biri qalır. O bir dənəsi də deməli Y, sonra ikinci dəfə bölünür Y, yenə bölünür Y. Hərəsindən biri gəlir mərkəzə. Mərkəzi hüceyrə olur Y. Spermi də X-dir. Gəlib birləşdirərkən X, Y ola bilər. Ola bilənləri saxlayacaq. Ola bilməzdən üstündən xətt çəkin geçsin. Ola bilər, əgər mayalanmada bilavasitə iştirak edən tozcuq dənəsi, bunun tozcuq dənəsi Y olanmaz. Çünki dişi heterogametdir. Bu da getdi. Əgər mayalanmada bilavasitə iştirak edən ruşeym hissəsi X xromosomu makrospor Y-dir. Bu da getdi. Ola bilər, əgər mayalanmada bilavasitə iştirak edən ruşeym hissəsi Y xromosomu makrospordan əmələ gələrsə, bəli, doğru cavabımız Y variantı olmuş olur. 41-ci sual. İnsanın tənəffüs sistemində oksigenin hemoglobin ilə birləşməsi baş verir. Alveollarda, ağciyər kapilyarlarında baş verəcək. Ona görə doğru cavab kimi buradan A variantını götürəcəksiniz. Doğru cavabımız A variantı olmuş olur. Keçək 42-ci sualımıza. Məməlilərin ifraza sisteminə aid şəkildə hansı rəqəmlə qeyd olunmuş orqanlar ifraza sistemində olmur? Təbii ki, böyrək quşların ifraza sistemində var. Sidik axarlarda var, amma sidik kisəsi yoxdur və sidik kanalı yoxdur. Cavab 3-4-dür. Buradan da yəni A variantı olacaqdır. 43-cü sualımıza baxaq. 43. Kişinin cinsiyyət sisteminə aid verilən orqanların hansında və ya hansılarında əmələ gələn hüceyrədə baş verən mutasiyanın sonraki nəsildə ötürülmə ehtimalı var. O demək ki, cinsi hüceyrələr harada əmələ gəlir? Təbii ki, biz də buna toxumluq deyirik. Ona görə X-dir. Doğru cavabımız A variantı olacaqdır deyəcəksiniz. Növbəti sualımıza baxaq. 44-cü sual. İngiltərədə ananın biri qara, digər isə ağ dərili olan əkiz qızları dünyaya gəlmişdir. Bu əkizlər haqqında düzgün fikri göstərin. Deməli, müxtəlif yumurta əkizləridirlər. Eyni anda əgər doğulubsa, müxtəlif yumurta əkizləridir. Bu əkizlərin əmələ gəlməsi üçün mayalanmada bir ədəd müxtəlif yumurta əkizsə, bir ədəd yox, 2 ədəd iştirak edir. Ona görə A bəndi getdi. Ana bətnində onlar eyni göbək ciyəsi, hər dölün öz göbək ciyəsi var. Bu da getdi. Onların somatik hüceyrədə xromosom müxtəlifliyi eyni deyil. İkisi də qız olursa, xromosom müxtəlifliyi ikisində də 23-ə bərabərdir. Ona görə bu da getdi. Onlar ana bətnində eyni ciftdə qidalanıblar. Müxtəlif yumurta əkizlərdir. Eyni ciftdən qidalana bilməzlər.
müxtəlif cifrlə qidalanıblar. Bu da getdi. Bu əkizlər morfoloji kriterlərinə görə eynidir. Bəli. Bizim yadda saxlayın, insanın bütün ilgilərində morfoloji kriterlər eynidir. Yəni insan kriteriyə görə baxanda hamımızda morfoloji kriteri eynidir. Cavab ona görə Y variantı eləyir. 45-ci sual. Baxacaqsınız. Aşağıdakı ifadələri avtotrof və heterotrof nəzəriyyəsinə görə uyğunlaşdırın. Əslində burada bunun nəzəriyyənin ən asan formasını sizə veriblər. İlkin canlılar hazır üzvü maddələri istehlak edir. Hazırı. Deməli heterotrofdur. Yazıram bura. İlk orqanizmlər qeyri-üzvü maddələrdən öz qida sintez edirdi. Deməli avtotrofdur. Bu nəzəriyə görə ilk canlılar heterotrofdur. Adından bəllidir. Deməli bu heterotrofdur. İlk canlıda qidalanma fotosintezdə isə avtotrofdan söhbət gedir. Bu da buradır. 1, B, D, 2, A, C. Doğru cavabımız Y variantı bəli olmuş olur. 46-cı sual. Biosferdə maddələr dövranı təsvir olunub. Əgər saprofitlərin fəaliyyəti tam dayanarsa ilk olaraq hansı proses baş verər? Saprofit dayanıbsa nə olacaq? Avtotrof bitkilər ziyan çəkəcəkdir burada birinci olaraq. Yəni avtotrof bitki torpaqdan suyu və mineral maddəni sonra bilməyəcək deyə ona birinci ziyan ona dəyəcəkdir. Bitkilər üçün lazımi minerallar torpaqda azalar, fotosintez zəiflər. İlk deyir ilk növbədə. Bəli, ilk növbədə budur. Təbii ki, obislər də sonra baş verə bilər. Obislər baş verə bilməz demirik. Məsələn, bunlar da baş verə bilər. Məsələn, otlayan heyvanların sayı artar. Xeyr, bu deyil də atmosferdə karbon qazının miqdarı sürətlə artar. Bu sonra getdikcə baş verə bilər. Çünki bitki azalırsa karbon da artacaqdır. Amma məsələ ilk növbədə dediyinə görə cavab B variantını götürəcəyik. Keçək növbəti sualımıza. Qrafikdə verilənlərə əsasən düzgün fikirləri seçin. Baxın, sizə qrafiki veribdir. Hər bir şeyi veribdir. Burada hər şey hazırdır. Yəni, başqa bir şey eləməyimizə ehtiyac yoxdur. Qrafikə əsasən nə edəcəksiniz? Yayda günün bütün saatlarda fəal olurlar, deyir. Baxın, görün, yayda günün bütün saatlarında fəal olurlar. Sonra, bu heç. İkinciyə baxırsınız. Sutkalıq, fəallıq aylar üzrə dəyişir. Dəyişirmi aylar üzrə? Dəyişir də düzdür. Bu da doğrudur. Bunu qoydum qırağa. O birinci səhv idi, bütün saatlarda fəal olurlar cümləsi səhvdir. Payızın əvvəlində payızın sonu ilə müqayisə daha fəal olurlar. Gəlin baxın, payız hardadır? Buradan başlayır da, düzdür? Burada əvvəlində daha aktiv olurlar. İstiqanlı canlı olduqlarına görə gün ərzində fəallıq dəyişmir. Elə bir şey deyil axı, gün ərzində fəallıq dəyişə bilər. Ona görə buradan bizim verəcəyimiz doğru cavabımız nə olur? Demək, 2 və 3 cavabı olacaqdır deyəcəksiniz. Doğru cavab A variantı 2 və 3 cavabı olur. Yəni. Hər şey qrafikdə görünür buradan özü. 3. 48-ci sual. Sxemə əsasən düzgün fikri müəyyən edin. Produsentdən konsumentə, o da redusentə. 1, 2, 3. Atomların biogen miqrasiyasında iştirak etməz. Elə canlı yox ki, atomların biogen miqrasiyasında iştirak eləməsin. İştirak edə bilir. Ona görə bu səhv fikirdir. İkinci, saprofit yolla qidalanan canlı ola bilməz. Düzgün fikir soruşur bizə. Ola bilər. Saprofit yolla qidalanan canlı ola bilməz. Virus ola bilər üçüncü. Səhvdir. 2 və 3 eyni aləmin nümayəndəsi ola bilər. Bu ikinci saprofit yolla qidalanan canlı ola bilməz. Ola bilər. Bu da səhvdir təbii ki. Çünki bakteri də ola bilər məsələn orada. Sonra 2 və 3 eyni aləmin nümayəndəsi ola bilər. Bəli. 2 və 3 eyni aləmin nümayəndəsi ola bilər. Bu konsument bakteri də ola bilər. Redusent də bakteri ola bilər. Ona görə cavab buradan D variantı 48-də deyəcəyik. 49-cu suala baxacağıq indi. Maddələr mübahisinin əsas mərhələləri hansılardır, deyir. Bəli, 3 dənə əsas deməli mərhələləri var. Xarici mühitin maddələrin qəbulu, ikincisi istifadə edilməsi və digər maddələrə çevrilməsi və üçüncüsü onun artığının xaric edilməsi. Ona görə doğru cavab kimi də C variantını buradan götürəcəyik 49-cu sualda. 50-ci suala baxıram. Qadın və kişinin yetişmə zonasına daxil olan cinsiyyət hüceyrələrinin sayı eyni olmuşdur. Sonda alınan yönəliş simciklərin sayı 60-dır. 60-ı bölürəm 3-ə. Çünki bir hüceyrə daxil olanda 3 dənə yönəliş simcik əmələ gəlir. Bu da bərabərdir 20. Deməli, yumurtalığa 20 hüceyrə daxil olub, toxumluğa da 20 hüceyrə daxil olub. Toxumluğa 20 hüceyrə daxil olanda 4 dənə qamet əmələ gələr. Bərabərdir 20 vur 4, birindən 80 dənə
Qamet buradadır. Yumurtalığa da 20 hüceyrə ilə daxil olubsa, birindən bir əmələ gəlir, 20 də buradadır. İkisini də birlikdə cəmi 100 dənə qamet eləmiş olacaq. Yəni doğru cavab A variantı olmuş olur. Qalan da kurikulumda, o da mənlik deyil, sizlikdir.